2-ci sinif ingilis dil dərsliyi Unit 3 Lesson 2 3-cü bölüm 2-ci dərsə baxırıq. Burada yenə Kate-la Nate-i görürük. Başlarına müəyyən əhvalatlar gəlir. Dinləyib sözlərə baxacağıq. Görək onlar nə deyirlər. İlk öncə hansı sözləri eşidəcəyik xüsusilə onlara baxaq. A notebook, a pen, look. Look baxmaq deməkdir. A pen qələm, a notebook da dəftər, dəftərçə. Notebook. Görürsünüz, bir notebook deyirəm. N hərfi ilə başlayır, yəni samitlə başlayır. Buna görə qarşısına artiklını yazıram. A pen. P ilə başlayır. Bu da samitdir. Ona görə artiklı yazıram. Look hərəkət bildirir, baxmaq deməkdir. 2 O-nu uzun U kimi oxuyuram. Look. Bu hissələrdə də listeningdə nələr deyilir, onları yazmışam. Gəlin dinləyək. Listen and look. Nate and Kate. Nate and Kate. Hi, hello. Nate and Kate. Hi, hello. Look, Nate. A notebook? This is my notebook. A book? This is my book. And this is my pencil case. Look, a pen. This is my pen. And this is my backpack. Oh, Fred. Track 24. Aha, dinlədik. Əgər nəsə anlamadısa, yenidən dinləyin. Mən video çox uzun olmasın, yəni 3-4 dəfə dinləməni qoymuram. Tam bütün sözləri eşidib başa düşənə qədər dinləyin. Burada kitabdan, notebookdan, baxmaqdan və çantadan danışılır. Bir-birində oxuyaq. Look, Nate. Look neydi? Bax, Nate. A notebook. This is my notebook. This is my notebook. This is my notebook. Bu mənim dəftərimdir deməkdir. A notebook. This is my notebook. A book. Kate soruşur. This is my book and this is my pencil case. Bu mənim kitabımdır və bu mənim qələm qabımdır. Bir-birlərinin əşyalarını tapırlar və deyirlər ki, kimin əşyası hansıdır. Look, a pen. Bax, qələm. This is my pen. This is my pen. Bu mənim qələmimdir. And this is my backpack. Və bu mənim çantamdır. Oh, Fred. Və sonda da çantalarını it götürür və orada deyirlər ki, oh, Fred. Yəni ki, ay dostum, səni gidi-gidi, yəni bizim çantamızı götürdün deməyə çalışırlar. Burada bizim ifadəmiz nədir? This is my pencil, this is my pen, this is my book, this is my friend. Bu ifadələr mənimdir mənasını vermək istəyəndə işlədirəm ki, bu mənimdir. This is my pencil, bu mənim karandaşımdır. This bu deməkdir. My pencil-daki mənim karandaşım, mənim qələmim, mənim kitabım mənasını verir. Orada is işləməyib, çünki is təkdə olduğunu göstərir. Cümlədəki əşyanın və ya şəxsin tək olduğunu göstərir. Yəni, pencils deyil ya da books deyil. Sadəcə bir kitab və ya bir qələmdən danışılır. Ona görə də bizim cümləmizin hərəkət bildirən köməkçi sözü olacaq is. This-dəki bu deməkdir. Gəlin qulaq asaq 24-cü listinqə. Listen and cheer. Happy campers, listen here. Now it's time to do a cheer. Ready? Okay. This is my pencil. This is my pencil. This is my pen. This is my pen. This is my book. This is my book. This is my friend. This is my friend.
Aha, bu da bitdi. Deməli nəymiş? This is my pencil. Bu mənim qələmimdir. Təbii ki, burada qələm, kitab yox. İstədiyiniz sözü qoya bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, bu mənim topumdur. This is my ball. Və deyə bilərsiniz ki, bu mənim maşınımdır. Yəni oyuncaq maşınım. This is my car. Və s. Digər tapşırıqda isə sinif yoldaşlarınızla və ya evdə valideynlərinizlə birlikdə bir dəftər götürün və ya bir əşyalar, müəyyən əşyalar qoyun qarşınıza və hər birinə deyin ki, this is my pencil, this is my book və ya this is my eraser. Yəni fərqi yoxdur. İstədiyiniz bir əşyanı hansı ki ingilis dilində bilirsiniz adını qoyun qarşınıza və bir-bir cümlələr qura-qura o əşyaların sizə aid olduğunu bildirin. Bugünkü dərsimiz bu qədər. Bye bye.